Əslində vəkilin vəzifəsi qanunla ədalət arasında qarşıdurma yaratmaq deyil, onların vəhdətini təmin etməkdir. Çünki bu əsərlər hüququn yalnız mətnlərdən ibarət olmadığını, eyni zamanda şahmatçı ilə vəkil arasında başqa fərqlər vardır. Çünki həmin şəxsi mən müdafiə edərkən onun günahkar olduğunu daxilən bilirdim ki, bu şəxs günahkardır. Demək, mən hüquqi dövlət prinsiplərinə sadiq qalaraq qanun əsas götürərdim. Lakin qanunun mahiyyəti ədaləti təmin etməkdir. Buna görə də qanunu tətbiq edərkən onun məqsədini, ruhunu anlamaq lazımdır. Əsasən insan hüquqlarının müdafiəsini nəzərə almaq lazımdır. Əslində vəkilin vəzifəsi qanunla ədalət arasında qarşıdurma yaratmaq deyil, onların vəhdətini təmin etməkdir. Hüquq və əxlaq bir-biri ilə əlaqəli olsa da tam eyni anlayışlar deyil. Əxlaq insanın daxili inanc və dəyərlər sisteminə, hüquq isə dövlət tərəfindən müəyyən edilmiş məcburi davranış qaydalarına əsaslanır. İdeal cəmiyyətdə hüquq əxlaqi prinsipləri əks etdirməlidir. Lakin praktikada onların tam üst-üstə düşmədiyi hallar da mövcuddur. Demək, qanunun legitimliyi həm ədalət hissinə, həm də ictimai maraqlara söykənməlidir. Vicdandan uzaq qanunlar cəmiyyətdə etimad yaratmır. İctimai maraqları nəzərə almayan qanunlar isə effektiv olmur. Buna görə də müasir hüquq sisteminin məqsədi fərdi hüquq və azadlıqlarla cəmiyyətin ümumi maraqları arasında balans yaratmaqdır. Mənim fikrimcə hər bir vəkilin oxumalı olduğu mütəfəkkirlər və yazıçıların əsərlərindən Harper Lee'nin, Wolf Warren və digərlərinin əsərlərini oxumaq mütləq lazımdır. Çünki bu əsərlər hüququn yalnız mətnlərdən ibarət olmadığını, eyni zamanda hüquq sistemində vicdan, bərabərlik, insan ləyaqəti və peşə etikası ilə sıx bağlı olduğunu göstərir. Hətta həmin mütəfəkkirlərdən Wolf Warren'ın Oyunbaz əsəri var. Vəkillərin, hüquqşünasların oxunması vacib əsərlərdəndir. Vəkil üçün ən vacib dərslərdən biri də məhz həmin mütəfəkkirlərin bu əsərlərinə baxmaqdır, oxumaqdır. Əslində şahmatı bilmək peşə üçün zəruri tələb deyil, amma strateji düşünmə bacarığını inkişaf etdirmək vəkil üçün böyük üstünlüklər yaradır. Məhz məhkəmə prosesində və ya danışıqlarda vəkil də şahmatçı kimi bir neçə addım sonranı hesablamalı, qarşı tərəfin arqumentlərini əvvəlcədən təxmin etməli və ona alternativ ssenarilər, planlar hazırlamalıdır. Əslində deyilən kimi götürəndə şahmatçı ilə vəkil arasında başqa fərqlər vardır. Çünki şahmatçı yalnız şahmat oynayanda oyun barəsində fikirləşir, amma vəkil isə məhkəmə iclasında cinayət işlərində istər prokuror, hakim və zərər çəkmiş və s. digər tərəflərlə çıxışlar aparır. Bu baxımdan vəkilin stresi, həyəcanı, tez bir zamanda planlar hazırlaması qısa müddətdə bunlar şahmatçıda yoxdur. Çünki şahmatçı uzun müddət oynaya bilər, amma vəkil isə məhz məhkəmə iclasında 30 dəqiqə və ya 1 saat ərzində bu planları düşünüb yerinə yetirməlidir ki, yaxşı imkanlar yaratsın. İstər cinayət işlərində bəraət fikirləşən vəkillər üçün daha alternativ vasitələr yaratsın. Mülki işlərdə də o cümlədən işin müsbət həlli üçün taktikalar seçimində uğur qazana bilər. Bəli, demək mənim peşə fəaliyyətimdə müdafiəçisi olduğum şəxsin təbii ki, bu bizim peşə sirridir, o biz saxlamağa borcluyuq. Həmin şəxsi mən müdafiə edərkən onun günahkar olduğunu daxilən bilirdim ki, bu şəxs günahkardır. Təbii ki, dövlət hesabına hüquqi yardım göstərdiyimiz halda həmin şəxsi təbii ki, müdafiə etməliyik. Keyfiyyətli hüquqi yardımla müdafiə olunmasını tərəfindən təmin olunmuşdur və həmin şəxsə məhkəmə dələduzluq işi idi bu. Həmin cinayət işinə xitam verilmişdir. Vəkilin peşəkar fəaliyyəti şəxsi istərlə olmamalıdır. Yəni hüququn aliliyinə əsaslanmalıdır. Müdafiəçi şəxsin günahkar olub-olmamasını müəyyən etmir. Əslində bu məhkəmənin səlahiyyətidir. Hər bir şəxsin qanunla təmin olunmuş müdafiə hüququnu reallaşdırmaqdan, ona keyfiyyətli qeyd etdiyim kimi hüquqi yardım göstərməkdən ibarətdir və o cümlədən ədalətli məhkəmə araşdırmasına təmin etməkdir. Regionlarda vəkil kimi fəaliyyət göstərən vəkillər cəmiyyətlə daha sıx təmasda olur və insanların hüquqi problemlərini daha yaxından müşahidə edir. Və əlbəttə ki, mən özüm də Ağstafa rayonunda yaşayıram uzun müddətdir. Rayonun istər özündə, şəhərin, Ağstafa şəhərinin digər kəndlərində, hansısa tədbirlərdə olanda, ya xeyri iş, ya yas məclislərində təbii ki, məni tanıyanlarla sıx təmasda oluram. Həmin vaxtı da onların verdiyi sualları cavablandırmağa çalışıram. Ola bilər ki, kiminsə
maddi imkanı yoxdur Aksaba şəhərinə gəlməyə və məsləhət almağa. Yəni yerində də olsa həmin vaxtda biz o sualları cavablandırırıq. Bu sahələrdə Bakı şəhəri ilə rayon arasında fərq böyükdür. Çünki Bakı şəhəri müxtəlif sahələr üzrə ixtisaslaşma və mürəkkəb hüquqi yardımın göstərilməsi üçün daha əlverişlidir. Hər iki mühit əslində vəkilin fərqli təcrübə qazandırır. Regionlar isə insanlarla işləmək bacarığını daha da artırır. Bakı şəhərində işləmək isə peşəkar ixtisaslaşmanı və rəqabətə davamlılığı daha da artırır. Ona görə vəkil üçün hər iki şəraitdə işləmək vəkilin daha da təcrübəsini üstünlük qazandırır, onu daha da təkmilləşdirir. Çünki burada da əhalinin vəkilə olan tələbatını biz təmin etməyə çalışırıq və biz də təcrübəmizi daha da artırmağa çalışırıq ki, Bakı məhkəmələrində də və sair digər məhkəmələrdə də işlərdə uğurla iştirak edə bilək.